Salam əziz izləyicilər. Bu günlərin biz Quranın təhrif olunmaması ilə bağlı dəlillərdən danışacağıq. Keçən çəkilişimizdə biz Quranın təhrifinin qismlərindən danışdıq. Bu günlərimdə təhrif olunmaması ilə bağlı gətirilən dəlillərdən danışacağıq. Və dedik ki, bütün müsəlmanlar yekdilliklə hamısı bunu qəbul edirlər ki, Quranda təhrifun biz ziyadə, yəni Qurana nələrsə əlavə olunmayıb. Bunu amma bütün müsəlmanlar qəbul edir. Təhrifun bin naqisə, yəni Qurandan nələrsə götürülüb, yəni azaldılıb. Bunu bəziləri əxbarilərdən, bir qismi bəziləri qəbul edirlər. Təhrifun bin naqisə, Qurandan azaldılması. Bunlara dəlil olaraq nəqli dəlillər yetərlidir gətirmək. Yəni, məsələn, Quranda ayə var. İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhafizun. Şübhəsiz ki, bu zikri biz nazil etdik və şübhəsiz ki, biz onu qoruyacağıq. Quran ayəsi. Bu dəlil həmin Quranın təhrif bin naqisə, yəni artırılmasına yox, azalmasına inanan şəxslər üçün bu dəlil tutarlı dəlildir ki, Allah özü Quranda buyurur ki, bunu biz nazil etdik, biz də qoruyacağıq. Və yaxud başqa bir ayədə deyir ki, həqiqətən Quran əziz, möhkəm bir kitabdır. Ona nə öndən, nə arxadan bir batıl yol tapmaz. Nəyə görə deyirəm bu ancaq onlar üçün dəlildir? Yəni ola bilər indi bir nəfər desin ki, bu ayənin özü bəlkə təhrif olunmuş bir ayədir, sonradan əlavə olunub Qurana. Yəni bu onlar üçün dəlil deyil də. Bir nəfər Quranın ümumən bütün əvvəldən ta axırına qədər şəkdədir ki, görəsən bu təhrif olub yoxsa, yəni bu da Quran ayəsini gətirmək dəlil, yəni məntiqsizdir. Bu Quranın hər bir kəlməsinə şəklə yanaşır ki, bu təhrif olub yoxsa yox. Amma o şəxslər ki, təhrifin bin naqisəyə ancaq təhrif bin naqisə, Quranın azaldılması məsələsində problem yaşayırsa, çoxaldılmasında problem yoxdursa, bu qeyd elədiyimiz 2 dənə ayə kifayətdir ki, Quranın təhrif olunmamasına. Mütəvatir hədislərdə də var ki, Peyğəmbər buyurur ki, böyük bir əmanət qoyuram, biri Allahın kitabıdır, digəri itirətimdir və bunlar bir-birlərindən ayrılmayacaqlar. Yəni, Əhl-i Beyt Quransız insanlara bir xeyri dəymir. Quran da Əhl-i Beytsiz bir insanlara xeyri dəyməyəcək. Çünki Quranı aydınlaşdıran, Quranı izah eləyən Əhl-i Beytdir, Əhl-i Beytin hədisləridir. Əhl-i Beytin də söykənəcəyi Quran-ı Kərimdir və hətta məsumlardan hədis də nəql olunur ki, deyir, hədis var ki, bir hədis sizə gəlib çatsa, o hədisi Quranla tutuşturun, görün uyğunluq təşkil edirsə, Quranın məntiqi ilə, Quranın ideologiyası ilə uyğunluq təşkil edirsə, o hədisi qəbul edin. Əgər uyğunluğu yoxdursa, heç bir tutarlığı yoxdursa, o hədisi qəbul eləməyin. Quranın da təhrif olsa artıq, biz bu məsumun hədisini hardan biləcəyik ki, bu hədis həqiqətən məsum tərəfdən gəlib yoxsa yox. Yəni bu dəlillər ancaq təhrif bin naqisəyə etiqad bəsləyənlər üçün dəlildir. Və əqli dəlillər də gətirmək mümkündür. Bu əqli dəlil də ki, ümumən Quranın əvvəldən axıra qədər təhrifində şək eləyən adamlar üçündür. Əqli dəlil də budur ki, ümumən belə gətirilir ki, Quran-ı Kərim Həzrəti Peyğəmbər vasitəsilə bəşərə gətirilib və Allahın Quranı göndərməkdə məqsədi budur ki, insanlara hidayət eləsin, insanları kamilliyə çatdırsın, insanlar Quran vasitəsilə yaradılışın əsl hədəfinə gedib çatsın. Və əgər Quranı Allah qorumasaydı təhriflərdən, onda burada heç bir məntiqsizlik yaranacaqdır ki, Allah öz məqsədinə zidd bir hərəkət görüb. Düzdür, sual yarana bilər ki, Tövrat, İncil də təhrifə məruz qalıb. Tövrat ilə İncil təhrifə məruz qalıbsa, onda Quran-ı Kərimin də təhrifə məruz qalmağında nə müşkül, nə problem var ki, Tövrat və İncilin təhrifə məruz qalmasını biz də qəbul edirik, müsəlmanlar da qəbul edir ki, bəli, Tövrat və İncil təhrifə məruz qalıb. Amma Quran-ı Kərim sonuncu Allahın
səmavi bir kitabıdır, sonuncu bir vəhidir və sonuncu bir vəhi olduğuna görə mütləqdir ki, Allah bunu təhrifdən qorusun. Çünki Tövrat və İncildən sonra Quran gələcəkdir. Quran gəlir, Tövrat və İncilin boşluqlarını doldurdu. İndi Quran da təhrif olsa, Quranın boşluqlarını kim dolduracaq? Heç kim. Allah bundan sonra nə kitab göndərəcək, nə vəhiy göndərəcək. Ona görə də əql bunu tələb edir ki, Quran-ı Kərim mütləq gərək Allah tərəfindən qorunsun təhriflərdən. Bu əqli dəlil kimi gətirilir müsəlman alimləri tərəfindən. Bir də tarixi təhlilə biz baxanda, tarixi hadisələrə biz baxanda, ilk növbədə Quran-ı Kərim birdən-birə 114 surə birdən-birə nazil olmayıb. Tədrici olaraq nazil olub Quran ayələri, ayə bə ayə. Elə olub ki, bütöv bir surə nazil olub. Yəni tədrici olaraq nazil olub. Bunu Quranın tədrici nazil olması müsəlmanlar tərəfindən rahat şəkildə əzbərlənə bilinib. Yəni o vaxtı ərəblər də hafizədən, yaddaşdan güclü olublar və Quran-ı Kərim surə bə surə, ayə bə ayə tədrici olaraq nazil olmağı müsəlmanlarda Quranı rahat şəkildə əzbərləməyinə kömək olur və Quranı əzbərləyiblər, həm də praktiki yaşayıblar. Yəni rahat şəkildə Qurana hakim olublar müsəlmanlar. Quranı bir mələkəyə çeviriblər, yəni yadlarından çıxmıyor Quran-ı Kərim. Və 1-ci və 2-ci xəlifənin dövründə fəthlər genişlənir. İslam artıq demək olar ki, Məkkədən kənara çıxıb digər ölkələrə yayılmışdı və digər ölkələrə yayılmaqla yanaşı Quran-ı Kərim köçürüldü, nüsxələnirdi və digər şəxslərə ötürülürdü və belə bu cür silsiləvari Quran-ı Kərim gəldi bizim dövrümüzə çıxdı. Əgər fərz eləsək Quran-ı Kərimdə bir təhrifə aid nəsə olsaydı, mütləqdir ki, Həzrət Əli əleyhissalam öz hakimiyyəti dövründə buna bir reaksiya verərdi, etirazını bildirərdi. O Həzrət Əli əleyhissalam ki, cüzi bir dənə qeyri-şər'i bir şey görsəydi, ona reaksiya verərdi, ona bir fikir bildirərdi. Hətta o qədər həssas idi Həzrət Əli əleyhissalam ki, tarixdə gətirirlər ki, bir nəfər gəlir Həzrət Əli əleyhissalamın yanına, buyurur ki, ya Ali, mənim sizlə işim var. Həzrət Əli buyurur ki, işin şəxsidir, yoxsa dövlətə aid bir işdir. Buyurur ki, yox, şəxsidir. Şəxsi deyən kimi bir şamı söndürüb digər şamı yandırıb. Buyurur ki, ya Ali, bu niyə belə elədir? Bu o biri şam dövlət şamı idi. Dövlət işlərini görəndə o şamdan istifadə edirəm. Amma şəxsi iş olanda, özümə aid bir iş olanda, kimlənsə şəxsi bir məsələlər olanda artıq dövlət şamını söndürürəm, öz bütçəmdən aldığım şamı yandırıram ki, artıq bundan istifadə eləmək lazımdır. Yəni bu incəliklərə, bu dəqiqliklərə diqqət edən Həzrət Əli əleyhissalam öz xilafəti dövründə bir təhrifə, nəsə bir təhrifin bir əlamətini görsəydi, mütləqdir ki, Həzrət Əli əleyhissalam reaksiya verərdi ki, burada təhrif baş verib və bu təhrif aradan qaldırılmalıdır. Və deməli biz nəqli dəlillərlə də və əqli dəlillərlə də tarixi təhlil eləməklə də biz görürük ki, həqiqətən Quran-ı Kərimin təhrif olunması qeyri-mümkündür. Yəni məntiqə zidd bir şeydir. Bu qədər. İnşallah gələn çəkilişlərdə görüşənədək sağ olun, Allah'a əmanət qalın.